Allah Resulü sallallahu aleyhi ve sellemlə müşriklər arasında düşmənçilik, buğuz, savaş baş qaldırdı. Müşriklər öz ilahlarını Allah ilə özləri arasında şəfaatçi qılmışdılar. Və belə deyirdilər. Nə dedilər? Bunlar bizim Allah yanındakı şəfaatçilərimizdir. Məbudların da şəfaati isbat edirdilər. Deyirlər ki, bunlar Allah qatında şəfaatçilərimizdir və ibadət olunan məbudlarında şəfaati isbat edirdilər. Və onlardan Allah qatında şəfaat etməsi üçün dua edirdilər. Onların bu tələbi şirkdir, çünki şəfaət duadır. Allahdan qeyrisinə yönəltmək şirkdir. Allah Resulü sallallahu aleyhi və səlləm ilə müşriklərin əsl ixtilafının səbəbi şəfaat mövzusu idi. Məkkə müşriklərinin Allah Resulü sallallahu aleyhi və səlləmlə onun düşmənçiliyinin, ixtilafının əsl səbəbi məhz şəfaat mövzusuydu. Bugün müsəlman kimi keçinən, özünü müsəlman zənn edən kəslərin şübhəyə düşdüyü, inkar etdiyi, bu şirk deyil dediyi şey məhz Allah Resulü sallallahu aleyhi və səlləmlə Məkkə müşriklərinin arasında olan ixtilafın, davanın, müharibənin səbəbi idi.